Mən bilirəm ki, sən Peyğəmbər balasısın. Sən Fatimənin balasısın. Ona görə bir söz deyə bilmərəm. Bismillahirrahmanirrahim. Qul la əs'alukum aleyhi əcran illəl məvaddətə fil qurba. Sadaqallah. Allah Teala bizlərə buyurur. De, ey mənim Peyğəmbərim, mən etdiyim Peyğəmbərlik üçün sizlərdən ey ümmət, heç bir muz və əcr istəmirəm, məgər əhl-i beytimə məvəddə, yəni tabiçilik və məhəbbət istəyirəm. Aşura günü Həzrət Hüseyn əleyhissalamın bu əzəmətli inqilabı bütün dünyanı öz nuru ilə nura boyayıb. Həzrət Hüseyn əleyhissalamın bu qiyamı bütün dünyaya mesaj çatdırır ki, yalnız və yalnız ilahi qanunların qorunması üçün, insanların azadlıqları üçün, insanların dünyada bir-birinə sayğı göstərməsi üçün, səxavətin, rəhmətin geniş yayılması üçün və bu kimi ilahi istəkləri həyata keçirmək üçün bu inqilab baş verir. Bunlardan birini qeyd eləyək. Həmin günlər ki, Kərbalada Hürr ibn-i Riyah demək, Yezid məlunun qoşun başçısı idi və Kərbalaya göndərilmişdi ki, Həzrət Hüseyn əleyhissalamı Yezidə beyyət elətdirsin ya da ki, onu orada qətlə yetirsin. Baxın, diqqət olunası məsələdir, tarixə bir ibrət düşüləsi məsələ. Həzrət Hüseyn əleyhissalam onlarla danışdı. Amma Hürr dedi, ey Hüseyn, mən əmirə itaət eləyən bir şəxsəm. Mən bilirəm ki, sən Peyğəmbər balasısan, sən Fatimənin balasısan. Ona görə bir söz deyə bilmərəm. Həmin zaman Hüseyn əleyhissalam Hürrə və qoşununa üz tutub, dünyaya bugün də lazım olan bir nida elədi. Nədir o nida? Buyurdu, hər kim Allahın haramını halal, halalını haram edən, Allahın əhdini sındıran və Peyğəmbərin sünnəsinin əksinə əməl edən, insanlarla günah etməklə gününü keçirən, Allahın qoyduğu hüdudlara təcavüz edən bir hakimi gördükdə, öz əməli yaxud sözü ilə ona qarşı çıxmasa, Allah o şəxsi də həmin hakimlə birgə cəhənnəmə atacaqdır. Bu Həzrət Hüseyn əleyhissalamın nidası idi. Yəni, ey Hürr, ey Hürrün arxasında duranlar, ey Hürr kimi zalıma tabi olanlar, hər bir zaman ta qiyamətə qədər bu hədis İslamın şüarıdır. Və Aşura axşamı, yəni Tasua gecəsi, Həzrət Hürr çox fikirləşdikdən sonra artıq başa düşdü ki, bu səhv eləyib. Və buyurdu, Allaha and olsun, özümü cənnət və cəhənnəm arasında görürəm. Allaha and olsun, cənnəti heç bir şeyə dəyişmərəm, hətta tikə-tikə olub yandırsalar belə. Sonra özü, evladı və bir-iki yaxın dostu ilə Həzrət Hüseynə tərəf gəldi. Qullarının üstündə Qur'an və qılınc, ayağından ayaqqabıları çıxarıb, çəkmələri çıxarıb, qumla doldurub boynundan asmışdı və Həzrət Hüseynə tərəf gəldi, dizi üstə dayandı. Həzrət Hüseyn əleyhissalam buyurdu, sənin adın nədir, kimsən sən? Dedi, mən Yezidin oğlu Hürrəm. İmam Hüseyn əleyhissalam buyurdu, sən hürrüsən, yəni azadsan. Hürrün bir mənası azad insana deyərlər ki, mərhum Hürrün də elə adı anası tərəfindən qoyulmuşdu, Hürr. Həzrət Hüseyn əleyhissalam buyurdu, necə ki, anan səni belə adlandırmışdı, sən inşallah dünya və axirətdə azadsan, düş gəl. Hürr dedi, mən düşməkdənsə atda olsam sənin üçün daha faydalı olaram. Hazırda at üstəyəm və saatlarla onlarla döyüşəcəyəm. Mənim üçün atımdan düşdükdə, şəhid olduqda tamamlanacaq. İmam Hüseyn əleyhissalam buyurdu, Allah sənə rəhmət etsin. Necə fikirləşirsən, elə də et. Hürr qarşı tərəfə qayıtdı və Həzrət Hüseyn əleyhissalamdan ötəri ilk şəhid olan həmin Hürr oldu. Bax, bu Hürrün gözəl aqibəti idi. Əssalamu aleykum ya əhlə beyt
بيت النبوة وموضع الرسالة ومختلف الملائكة جميعا ورحمة الله وبركاته.